Tələbələr üçün uyğun qiymətə makiyaj çantası hazırlamışıq. Gəlin baxaq içində nələr var. İlk öncə başlayaq bazadan. Maybelline bu bazasını mən çox bəyənirəm. Makiyajım üzümdə pütür-pütür qalmır. Tonal krem olaraq mən sizə 2 məhsul göstərəcəm. Birini gündəlik, sıradan günlərdə, digərini isə daha özəl, makiyajımın üzümdə daha çox qalmağını istədiyim vaxtlarda istifadə edirəm. Yəqin ki, bir çoxunuza bu tanışdır. BB krem olmağına baxmayaraq örtücülüyü yaxşıdır. Digəri isə Parisin tonal kremidir. Ağırdır, çox örtücüdür. Normal günlərdə istifadə eləmirəm. Gözaltı olaraq L'Oreal'ın 327 nömrəsini istifadə edirəm. Dəri tonuma görə rəng olaraq daha tündür. Sıradan günlərdə tonal krem və yaxud da BB krem istifadə eləməsəm də, sadəcə göz altlarıma bunu tətbiq edirəm. Mənə görə yetəri qədər örtücüdür. Qaşlarımı sabitləmək üçün Golden Rose'un bu qaş gelindən istifadə edirəm. Bir çox qaş geli istifadə edirəm. Qaşlarımı ağ belə olan görüntü olmur qətiyyən. 12-13 manat civarlarındaydı. Daha bir Golden Rose məhsulu transparent pudrasıdır. O qədər də bəyənmirəm. Normal günlərdə istifadə etməyə dəyər. Uzun axtarışlardan sonra tapdığım həmin məhsul. 101 nömrədir məndə. Həmin o viral olan nömrə məncə dəyər. Yenə Top Face-dən bir məhsul. Qiymətinə görə çox əla bir məhsuldur. 4 rəng var burada. Bu bronzer olaraq istifadə edirəm. Bu rəngi demək olar ki, istifadə eləmirəm. Əsmər olduğuma görə bu rəng mənə heç yaraşmır. Mükəmməl məhsuldur. Ten palet olaraq Revolution'un bu paletindən istifadə edirəm. Rəng tonları mənə tam uyğundur. Stick Contour adını bilmirəm. Olivia'dan əldə eləmişəm. İstifadə edib qurtarmışam. Soyuq tonları sevən qızlar istifadə edə bilər. Maskara olaraq Top Face-in maskarasını istifadə edirəm. Vurulur. Əladır. Liner olaraq mən Flor'un bu Dədə Baba linerindən istifadə edirəm. Uzun müddətli olsun deyə, qurumasın deyə bunu istifadə edirəm. 5 manat civarında orijinal və podzelkası olur. Bu hərfi olanlar orijinaldır. Satıcılara aldanmayın. Dodaq kombosu hal-hazırda dodağımda olan Dormar'ın Şirap dodaq boyasıdır. Dodaqlarım quru olduğuna görə o qədər dodaq boyası yoxlamışam ki, amma bunun kimi yağlı hərf eləyə bilmirəm. Yəni siz düşünün gerisini. Golden Rose'un 518-dən də danışmağa ehtiyac yoxdur. Bütün dodaq boyaları ilə, hətta qırmızı dodaq boyası ilə belə mükəmməl durur. İstifadə etdiyim məhsullardan hansını siz də istifadə eləmisiniz, razı qalmısınız? Şərhlərdə bölüşməyi unutmayın. Hələlik.